Ribonuklein turşusu. Təbiətdə nuklein turşusunun bilirik ki, iki növü var, DNT və RNT. Hər biri nuklein turşusu olduğuna görə monomerləri nukleotiddir. Hər bir nukleotid azotlu əsasdan, karbohidratdan və ortofosfat turşusu qalığından ibarətdir. RNT molekulunda azotlu əsaslar adenin, timin əvəzinə urasil, guanin və sitozin azotlu əsası vardır. Bundan əlavə, RNT molekulunda nukleotidi əmələ gətirən karbohidrat hissəsi ribozadır. Biz bilirik ki, DNT molekulunda dezoksiriboza, RNT molekulunda karbohidrat riboza hesab olunur və tək zəncirdən ibarətdir. RNT molekuluna harada rast gəlmək olar? RNT molekuluna nüvədə, mitoxondirdə, xloroplastlarda və yaxud da plastidlərin bütün növlərində, mitoxondirdə, plastiddə, nüvədə və sitoplazmada rast gəlinir. Eukaryotlardadır təbii ki bu. Lakin prokaryotlarda isə yalnız sitoplazmada rast gəlinir. Ribonuklein turşusunun bir çox növləri vardır ki, o növlərindən məlumat RNT-si, nəqliyyat RNT-si və ribosom RNT-si. Yadınızda qalsın, ribosom RNT-si ribosomun, yəni ribosom orqanoidinin əsas nədir? Tərkib hissəsini təşkil edirdi. Yəni ən böyük RNT növü ribosom RNT-sidir. Digəri isə məlumat RNT-sidir ki, məlumat RNT-sinin əsas funksiyası zülalın ilkin quruluşu haqqındakı məlumatı DNT-dən zülal sintez olunan yerə, yəni ribosoma aparmaqdır. Yenə təkrar deyirəm, məlumat RNT-si ən çox testlərdə rastınıza gələn RNT növüdür ki, əsas funksiyası zülalın ilkin quruluşu haqqında məlumatı DNT-dən götürüb, bu transkripsiya sayəsində mümkün olur, yəni üzünün köçürülməsi sayəsində zülal sintez edildiyi yerə aparmaqdır. Nəqliyyat RNT-si isə ölçüsünə görə və ümumiyyətcə ən kiçik olan RNT növü nəqliyyat RNT-sidir ki, nəqliyyat RNT-sində bəzən bu şəkillərdə bu cür göstərirlər və yonca yarpağına bənzədirlər. Nəqliyyat RNT-si isə sitoplazmada sərbəst halında olan amin turşularını, hər hansı bir amin turşusunu özünə birləşdirərək hara ribosoma daşıyır. Yəni, yadınızda qalsın, sitoplazmada nə qədər ümumiyyətcə DNT yox, üzr istəyirəm, RNT-də nəqliyyat RNT-lərinin sayı həmişə amin turşularının sayına bərabərdir. Əgər bizdə 10 ədəd nəqliyyat RNT-si varsa, 10 ədəd bu deməkdir ki, amin turşusu var. Yəni 10 ədəd amin turşusunu daşıyır. Bunun başqa cür yəni deməkdir, minimuma endirək, bir nəqliyyat RNT-si, bir nəqliyyat RNT-si, bir nəqliyyat RNT-si, bir amin turşusunu daşımış olur. Amin turşusu da bilirik ki, zülalların monomerləri və zülal sintezində istifadə olunur. Hər iki bu RNT növü nüvədə DNT tərəfindən sintez olunur. Yəni, transkripsiya prosesi nəticəsində ribonuklein turşusunun növləri olan məlumat RNT-si, nəqliyyat RNT-si, ribosom RNT-si DNT-dən sintez olunur. Mütləq şəkildə yadımızda saxlayaq. Bunu necə bilərik? Məsəl üçün, biz bilirik ki, DNT molekulu iki zəncirdən ibarətdir. Birinci zəncir, ikinci zəncir. Həmən bu ikinci zəncir əsasında məlumat RNT-si nə edir? Sintez olunur. Necə baş verir? Məsəl üçün, burada əlavə biz bilirik ki, bu sintez DNT molekulunun yaranması komplementarlıq prinsipi əsasında olur. Necə baş verir? Gəlin birini yazaq. Adenin qarşısında həmişə bilirdik ki, timin durur, 2 hidrogen rabitəsi, guanin qarşısında sitozin və yaxud da yenə yaza bilərəm. Timin qarşısında adenin, sitozin qarşısında guanin nukleotidi durur. Və bu DNT molekulunun zənciridir. Birinci zənciri, ikinci zənciri. Həmən bu ikinci zənciri komplementarlıq prinsipinə əsasən məlumat RNT-si əmələ gəlir. Yəni, timinin qarşısında məlumat RNT-sində nə durar? Adenin, sitozinin qarşısında guanin,
ADN-nin qarşısında isə artıq timin yox, məlumat RNT-si olduğuna görə urasil, guanin qarşısında sitozin nukleotidi. Bax, məlumat RNT-si bu ikinci zəncir sayəsində sintez olundu və tək zəncirdən ibarətdir. Yenə deyirəm, bu ribonukleon turşusunun hər üç növünə biz harda rast gəlirik? Əsasən rast gəlirik nüvədə, sitoplazmada, mitoxondirdə və plastit növlərində rast gəlmək olar. DNT və RNT-dən hüceyrədə yeri. DNT harda rast gəldik? DNT-yə biz rast gəldik nüvədə, mitoxondridə və xloroplastda. RNT-dən dedik. Molekul quruluşu DNT-dən də hər birinin molekul quruluşu nukleotid şəklindədir. Monomerləri nukleotiddir. Hər bir nukleotid azot əsasından, karbohidratdan və orta fosfat turşusu qalığından ibarətdir. Yəni nukleotidin desə hansı hissələrdən ibarətdirsə, məsələn hər hansı bir azotlu əsası çəkək, karbohidratı çəkək və orta fosfat turşusunu dairə şəklində göstərilir. Hər bir azotlu əsasdan, karbohidratdan və fosfat turşusu qalığından. RNT DNT-də nəyə görə fərqləndi? Karbohidratına görə. Davam edirik. Bir də zəncir quruluşuna görə fərqlənir. Yəni zəncir quruluşuna görə də nə edir? Fərqlənir. Davam edirik hüceyrənin orqanoidi olan nüvə haqqında məlumat verməyə. Bu nüvə haqqında məlumat hüceyrənin bölünməsindədir. Ona görə bu hissədə dedim ki, məlumat verim. Nüvə nədir? Nüvə bilirik ki, eukariot hüceyrələrin hüceyrənin əsas komponentidir. Yəni nüvə prokariotlarda rast gəlinmir. Eukariot hüceyrələrində vardır. Bəzi hüceyrələr bir nüvəli, bəziləri isə çox nüvəli ola bilər. Nüvə nədən təşkil olunmuşdur? Hər bir nüvə pərdəsindən, yəni nüvə qılafından, nüvə şirəsindən və yaxud da karyoplazmadan, nüvəcikdən və xromatindən ibarətdir. Əsas bizim fikir verdiyimiz olan nüvə şirəsində olan nazik sap şəkilli olan, bax bu cür göstərilir, xromatin vardı. Həmin bu xromatin hüceyrənin bölünməsi zamanı çevrilir xromosoma. Deməli, xromosomlar nədən əmələ gəldi? Nüvədə sap şəkilli cisimciklər olan xromatindən əmələ gəldi xromosomlar. Nə zaman? Hüceyrənin bölünməsi zamanı. Xromosomlar özləri membran quruluşuna malik deyil. Xroma rəng, soma bədən deməkdir. Həmin bu xromosomlar hansı hissələrdən təşkil olunmuşdur? DNT molekulundan və zülaldan təşkil olunmuşdur. Testlərə düşə bilər. Xromosom hansı hissələr, nədən, hansı üzv molekullardan təşkil olunmuşdur? Deyirik ki, DNT və zülaldan. Məhz bu xromosomların DNT-si olduğuna görə xromosomlar özlərini ikiləşdirir və ikiləşmə zamanı xromosomlardan xromatidlər əmələ gəlir. Xromatid necədir? Bu cür göstərəcəm xromatid quruluşunu. Hər ikisini göstərmək istəyirəm. Xromatinlər. Bir dənə təkrar çəkək. Xromatin bir xromatidli, bir də iki xromatidli var. Xromosomlar. Bu cür. Xromatidlər. Deməli, xromosom yarandı nədən? Xromatin. Xromosomlarda nə yarandı? Özünün ikiləşməsi nəticəsində xromatidlər əmələ gəldi. Bu xromatidlər tək xromatidli də ola bilər. Bu şəkildə diqqət yetirsək, tək xromatidli və iki xromatidli xromosomlar da ola bilər. İki xromatidli xromosomlar tam xromosomlardır. Tək xromatidli xromosomlar isə qız xromosomlar adlanır. Bu bizim hüceyrənin çoxalmasında da lazım olacaq. Hər bir xromosom da dedik ki, DNT və zülaldan təşkil olunmuşdur. Və bundan əlavə olaraq həmin bu xromatidlər, bax bu hissələrdə xromatidlər bir-biri ilə nəyin vasitəsilə birləşir? Bir-biri ilə sentromer deyilən hissə ilə birləşir. Bəs bu sentromer nə zaman əmələ gəlir? Yadınızda qalsın, xromosomun ilkin gərilməsi nəticəsində sentromer əmələ gəlir. Nə əmələ gəlir? Sentromer, mərkəzi hissə əmələ gəlir. Xromatidlər bir-biri ilə nəyin vasitəsilə birləşdi? Sentromer vasitəsilə. Bundan əlavə xromosomlarda
Bəzən də ikinci gərilmə olur ki, həmin bu ikinci gərilmədə isə nə formalaşır? Nüvəcik formalaşır. Bəzən indi bu kitabda şəkildə yaxşı verilməyibdir. Xromosomların bu hissəsində ikinci gərilmə müşahidə olunur ki, bu zaman xromosomların ikinci gərilməsi sayəsində əmələ gəlir nüvəcik. Yenə deyirəm, xromosomlar əmələ gəldi xromatinlə. Xromatinlər özləri neynir? Hüceyrənin bölünməsi zamanı xromosomlara başlanğıc verir. Xromosomlar DNT və zulaldan ibarətdir. DNT-si olduğuna görə xromosomlar ikiləşərək xromatidlər əmələ gətirir. Tək xromatidli xromosomlar da var, iki xromatidli xromosomlar da. İki xromatidli xromosomlar tam xromosomlardır. Bax bu şəkildə göstərilən şəkil, bax bu şəkil iki xromatidli xromosomlardır. Yəni nədir? Tam xromosomlardır. Həmin bu tam xromosomlar bir-biri ilə necə birləşir xromatidləri? Sentromer deyilən mərkəzi hissə ilə birləşir. Həmin bu sentromerlərə bölünmə vətərləri birləşir. Bax bunlara bölünmə vətərləri birləşir ki, bilirik ki, hüceyrə mərkəzi orqanoidi sayəsində hüceyrənin bölünməsi zamanı bölünmə vətərləri əmələ gəlir. Bölünmə vətərləri yadınızda qalsın. Sentromerə birbaşa birləşmir. Birləşir, kinexator adlanan hissə ilə birləşir. Həmin bu hissələri şəkildə verilən hissələr kinexator adlanır ki, bunun vasitəsilə bölünmə vətərləri sentromerə birləşir. Deməli, xromosomun birinci gərilməsindən əmələ gəldi. Xromosomun birinci gərilməsindən əmələ gəldi nə? Sentromer. Xromosomun ikinci gərilməsindən əmələ gəldi, nüvəcik formalaşdı. Və mən bu nüvəcikdə isə ribosomun böyük və kiçik hissəcikləri sintez olunur. Yadınızda qalsın, hüceyrədə xromosomlar hüceyrə siklində əsas rol oynayırlar və bir də bu cümləyə diqqət yetirin ki, onlar hüceyrədə mübadilə proseslərini tənzimləməklə yanaşı, həm də irsi materialın bir hissədən digərinə ötürülməsində iştirak edir. Bunu mütləq yadımızda saxlayaq. Deməli, həm hüceyrə siklində, həm də hüceyrədə mübadilə prosesini tənzimləməklə yanaşı, irsi məlumatların bir nəsildən digərinə ötürülməsində iştirak edir. Və DNT molekulu xromatid adlanır. Bax bu xromatidlər həm də DNT molekulu adlanır ki, xromatid sözü kroma rəng deməkdir, eidos görünüş, növ deməkdir. Və hər bir xromosomun da, yəni hüceyrədə hər bir özünə məxsus hüceyrənin xromosom yığımı vardır. Və hüceyrənin xromosom yığımı onun karyotipi adlanır. Yəni məsəl üçün əsas bizim bilməliyik ki, kitablarda, dərsliklərdə verilir. Ado dovşanında 44 xromosom. Mən dedik ki, yazsanız daha gözəl olar. Drozofil milçəyində 8 xromosom var. Yəni 2 eni bərabərdir 8-ə. Diploid xromosom dəstini deyirəm, 2 eni bərabərdir 44-dür. Daha sonra ev milçəyində 12, pomidorda 24, şimpanzedə 48, toyuqda 78, göyərçində 80, insanda 46, Down sindromlu insanda 47 xromosoma rast gəlmək olar. Təbii ki, diploid xromosomlarının sayını deyirdik. Nüvədə olan xromosomlar haqqında verdik. Bəs nüvə şirəsi nədir? Başqa bir cür adı nüvə şirəsinin karyoplazma adlanır. Karyoplazmanın tərkibində bir çox zülallara, sərbəst halda nukleotidlərə, bir çox fermentlərə və sərbəst halda amin turşularına rast gəlinir. Nüvə deməli bölünməsi zamanı nüvənin dedik ki, profaza mərhələsi var ki, indi keçəcək mitoz və meyozun profaza mərhələsində nüvənin pərdəsi həll olur. Nüvə qılafı yəni həll olur və nüvə qılafı həll olunduqda nüvənin nüvə şirəsi və yaxud da karyoplazma sitoplazmaya qarışır. Nüvə qılafı isə iki membranlıdır. Necə ki, biz bilirdik ki, mitoxondrilər, xloroplastlarda iki membranlı orqanoidlərdir. Nüvə də iki membranlı orqanoiddir. Nüvənin membran quruluşuna görə plazmatik membrana oxşayır. Lakin bir fərqi odur ki, onun plazmatik membrandan fərqli olaraq nüvədə məsamələr daha böyükdür. Bax, bu şəkilə diqqət yetirsəniz, görərsiniz ki, məsamə hissələri böyükdür. Buna səbəb olaraq oradan iri molekulu, zulal molekullarının keçməsidir.
Bundan əlavə, nüvənin mərkəzində bir ədəd olan sayı bəzən 1 olur, bəzən də 1-dən 10-a qədər ola bilər ki, bax bu hissə nüvəcik adlanır. Nüvəcik membran quruluşuna malik deyil, sayı hüceyrədə 1-dən 10-a qədər olur. Həmin bu nüvəcik nə zaman əmələ gəldi? Xromosomun ikinci gərilməsi sayəsində və ribosom formalaşır. Ribosomun yəni böyük və kiçik hissələri harada formalaşır? Deyirik nüvəcikdə. Və nüvəcikdə özü nədən təşkil olunmuşdur? Nüvəcik zulaldan və ribosom irintisindən təşkil olunmuş və irinti və DNT-dən ibarətdir. Biz zulal dedik ki, xromosomlar DNT-dən və zulaldan ibarətdir. Lakin nüvəcik isə ribosom irintisindən, zulaldan və DNT-dən ibarətdir. Eukaryotlarda deməli hüceyrədə bölünmə zamanı əvvəl nüvə bölünür, daha sonra sitoplazma bölünməsi baş verir. Yəni nüvənin bölünməsi karyogenez adlanır, sitoplazmanın bölünməsi isə sitogenez adlanır. Nüvə orqanoidi haqqında da bu qədər. Yəni bax bu şəklə də yenə diqqət yetirsək, 2 xromatidli xromosomlar var. Burada 3 rəqəmi ilə göstərilən hissə nədir? Sentromerdir ki, sentromer vasitəsilə xromatidlər bir-birinə birləşmiş vəziyyətdə olurlar. Və o 1 və 2 rəqəmi ilə göstərilən hissələr isə xromatidlər adlanır. Hər bir xromosomda hüceyrənin özünün xromosom yığımı var. Yəni diploid xromosomu var ki, 46-ya bərabərdir. Biz də bilirdik ki, bu 46 xromosomun somatik hüceyrədə 44-ü nədir? Autosom xromosomlardır ki, yəni homoloji xromosomlardır və bunlar cütlər bir-birinə oxşar cütlər əmələ gətirir. Kişi və qadında bir-birindən fərqlənmir. Lakin cinsiyyət xromosomları isə somatik hüceyrədə 2 ədəddir. Qadında XX-dir, kişilərdə XY-dir. Qametdə necə idi? Bunu təkrar icazə verin yazım. 2-nin bərabərdir 46-ya. Biz dedik ki, autosom xromosomlarının sayını tapmaq üçün 2-nin çıxaq 2 düsturundan hesablayırıq. 2-nin nə qədər idi? 46. 46-dan 2 çıxaram. Nə qədər qalar? 44 autosom xromosomu. Və bu 44 üstə gələk qadında XX yazarıq somatik hüceyrəsində. Kişilərdə isə 44 üstə gələk XY-dir somatik hüceyrədə. Yadınızda saxlayın bu hissəni. Lakin qametdə isə necə yazaram mən bunu? Qametdə bilirik ki, 2-nin bərabərdir 46-ya. Qametdə xromosom yığımı haploid xromosom yığımına malikdir. Yəni enə 46-nı bölərəm 2-yə 23. Qametdə. Qametdə autosom xromosomların sayını da n çıxaq 1 düstur ilə hesablayırıq. İstənilən bir canlıda. Yəni enim nə qədər idi? 23. 23-dən 1 çıxaram. 22 ədəddən autosom xromosomu qalar. Qadınlarda desək ki, qametində olan xromosom sayını necə yazarıq? 22 plus x 1 ədəd yazılır bu cür. Amma kişilərdə fərqlidir. Necədir? 22 plus x də ola bilər kişilərdə, 22 plus y də ola bilər. Yəni bunları topladıqda cavab eləyir 23. Bunu da mütləq şəkildə yadımızda saxlayaq.